Bunu bilin ki, layiq olan yolunu tapacaq. Hidayət heç Peyğəmbərin də əlində deyil. Allah deyir, bu mənim ixtiyarımdadır. Mən daha yaxşı tanıyıram, onun ruhunun sirlərindən agaham. Amma biz baxırıq cəmaata deyirik, niyə bu belə oldu? Qoy gedim buna tez izah eləyim, başa salım, məsələni aydınlaşdırım, gedim bunu ayıldım, mən dəlillər gətirəcəm, mən yaxşı tutarlı dəlil, sübut gətirib bunu mütləq mən dəyişəcəm, hidayət eləyəcəm. Düzdür, bu bizim vəzifəmizdir. Amma ifrat canfəşanlığa ehtiyac yoxdur bu məsələdə. Hər şey sənin təbliğatın həll eləmir. Allah deyir, mən bilirəm, söz dəlildə, sübutda deyil. Hər iş dəlilin möhkəmliyi ilə həll olsaydı nə var idi ki? Bunu bilin ki, layiq olan yolunu tapacaq. Cəmaat yolunda əriyin, əlinizdən gələni eləyin, amma soyuqqanlılığınızı da itirməyin. Bilin ki, layiq olan yolunu tapacaq. İnnəkə la təhdi mən əhbəbtə. Allah Peyğəmbərinə buyurur, hər istədiyi hidayət eləyə bilməyəcəksən. Hidayət mənim sirrimdir, mənə aid olan məsələdir. Hər adam özünə uyğun əqidənin dalınca gedir. Mən bunu sizə çox demişəm. Quranın məntiqi budur ki, fikir qəlblə həmahəngdir. İnsanların seçdiyi əqidə, məktəb onların əxlaqının güzgüsüdür, mənəviyyatının güzgüsüdür. Söhbət təhlil məsələsi deyil. Bu təhlillə bilirsiniz nə qədər daxili amillər təsir göstərir. Xasiyyətlər əqidənin seçiminə kömək eləyir. Bu qəlbə aid olan məsələlərdir. Söhbət təkcə dəlildən, məntiqdən getmir. Eyni dəlili 10 adama gətirsən, hərəsi bir cür başa düşür. Eyni şeyə bir adam qulaq asır, deyir, əhsən, bir adam məsxərə eləyir, gülür. Həmən sözə. Hər şey sənin mənim əlimdə deyil, valla. Çox az şey bizim əlimizdədir. Biz bəhanə yaradırıq, nəyisə səsləndiririk. Allah özü öz ixtiyarında saxlayır hidayət məsələsini. Vilayət mövzusunda bu hədisi mən dəfələrlə sizə demişəm. Vilayət məsələsində deyir, insanların başını buraxın. O mənada yox ki, vilayəti çatdırmayın. Çatdırın, amma çox da dərdən qabıqdan çıxmayın. Gördün ki, müqaviməti çoxdur, deyir, söhbəti dəyiş. Görün, nə misal çəkir, deyir, göyərçin necə öz yuvasını tapır. Vilayət bir göyərçin kimidir ki, onun yuvası olan qəlbləri tapır. Harada olursa olsun gəlib yuvasını tapacaq. Amma onun yuvası deyilsə, zorla onu oraya otuzdur. Bir müddət qalacaq, sonra qaçıb çıxıb gedəcək. Adam var sən dəlillə, sübutla gətirirsən, bir müddət gəlir, sonra bir yol tapan kimi qaçır.